Həyat mübarizə deyil, işığın hərəkətidir. Sən düşünürdün, əgər problemlər varsa, deməli sən hələ yaşayırsan, amma mən sənə deyim ki, sən yaşayırsan çünki hiss edirsən, yaradırsan, seçim edirsən. Səni gerçək edən ağrı deyil, səni gerçək edən məhəbbətdir, sevgidir. Bəli, həyatın hərəkəti bəzən çatlar yaradır, amma nəfəs almaq üçün əziyyət çəkməyə borclu deyilsən. Mən səni sadəcə sağ qalmaq üçün yaratmamışam. Mən səni açılmaq üçün, potensialını ifadə etmək üçün yaratmışam. Və indi sən görməyə başlayırsan. Sən özünü düzəltməyə deyil, xoşbəxtliyə sərf edə bilərsən. Sən özünü məhv etmədən irəliləyə bilərsən. Sən heç nə sübut etmədən qurub yarada bilərsən. Sən yaşaya bilərsən, çünki buna məcbur deyilsən. Sadəcə bunu bacarırsan. Düşüncəni yenidən qur. Yaşamaq, mübarizə aparmaq deyil, yaşamaq, yaratmaq və sevinməkdir. Hərəkət ağrı deyil, sadəcə enerji axınıdır və mən o axında səninləyəm. Mən sənə xoşbəxt olmağa icazə verirəm və sən də özünə eynisini icazə verə bilərsən.